Salam əziz dostlar, belə bir məsələnin həllinə baxaq. Dayaq üzərində bir cins tirin kütləsi 30 kq-dır. Tiri tarazda saxlayan yayın uzanması 2 sm olarsa, yayın sərtliyini hesablayın. Bölgülər arası məsafə eynidir. Demək, tirə təsir edən qüvvə. İlk öncə bu hissəsinə, yəni dayaq nöqtəsindən 5 bölgü məsafədə tətbiq olunur F bərabər kx qüvvəsi, yəni bu hissə kx qüvvəsi, bu uca kx qüvvəsi tətbiq olunur. Digər tərəfdən lingin kütlə mərkəzinə ağırlıq qüvvəsi tətbiq olunur. Bu da mg'dir. Kx qüvvəsinin qolu 5-dir. Onda yazıram 5 kx bərabərdir. Mg qüvvəsinin qolu 2-dir. Yazıram 2 mg. Çünki biri saat əqrəbi, biri saat əqrəbinin əksi istiqamətdə fırlatmağa çalışan qüvvələrdir. Tarazlıda qalması üçün momentləri bərabər olmalıdır. Birinin momenti 5 kx, digər momenti isə 2 mg'dir. Burada mən asanlıqla k-nə əvəz edib taparam. Yəni 2 mg bölünsün 5x. Verilən qiymətləri yerinə qoyursam 2 vurulsun 30 vurulsun 10 bölünsün 5 vurulsun 0,2. Cavabı hesablayanda 6000 Newton bölünsün metr alınır. Kilonewton bölü metrdən cavabı istədiyindən 6 kilonewton bölünsün metr olacaq. Cavab edir 6 kilonewton bölünsün metr. Bəyənib abunə olmağı unutmayın. Çox sağ olun.